Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün sizə fonetika bölməsi üzrə keçirilən ümumi sınaq cavabları ilə bağlı izahlara baxacağıq. Deməli, birinci sualımız deyir ki, cümlələrdən birində fərqləndirilmiş sözün bu cür yazılması həm doğru, həm də yanlış qəbul edilə bilər. Yəni, burada iki cür düşünülə bilən variantlar istəyəcəyik. Burada iki cür düşünülə bilən A, B və D variantlarıdır. Çünki iki cür, məsələn, mehriban gülüşünü gizlədə bilmirdi. Yəni, mehriban insan olaraq, bir də ki, səmimi gülüşünü gizlədə bilmirdi, mücərrəd bir məfhum olaraq. Ona görə uyğun gəlir. Amma hər iki ehtimalda da cümlənin başında gəldiyinə görə böyük hərflə yazılacaq. Yəni, orada heç bir yanlış ola bilməz. Eyni epizod D variantıya da aiddir. Məsəl üçün, arzuya çatmağa çox az qalmışdı. Arzu insan mənasında, bir də ki, arzu artıq mücərrəd bir məfhum olaraq. Cavab B variantıdır. Çünki qarışıq fikirlər içində Coşqun dənizi seyr edirdi. Coşqun insan olaraq, bir də coşqun insan, daha doğrusu coşqun dəniz onun xarakterik bir əlamətini göstərir. Ona görə o sifət funksiyasında da deyə bilərsiniz ki, niyə C və Y olmur? Çünki orada acı xatirə deyir, saadət kimi mücərrəd varlıq deyir. Yəni, burada konkret bir şəxs olaraq düşünülə bilməz bu. Sadəcə mücərrəd olduğuna görə sadəcə və sadəcə kiçik hərflə yazılacaq. Ona görə bizim cavabımız B variantıdır. Çünki coşqun insan adı olanda böyük hərflə, artıq sifət olanda kiçik hərflə yazılacaq. İkinci sualda düzgün yazılmış sözü göstərin deyir. Burada soyqırımıdır, axırda I var. Sonra kinematoqrafdır və kombinat sözləridir. Yeri gəlmişkən texnikumdur, o məhrumiyyətdir, mərhumiyyət deyil. Xüsusi olaraq fikir verin onlara. 3-də səhv yazılmış sözü müəyyən edin. Bugünkü sözü biçik yazılan sözdür. Ona görə o biçik yazılmalıdır və Y variantıdır. 4-də demək olar ki, hamı səhv yazıb. Yoldaşlar, bayaz deyə sözümüz var. Bizim ağ dəftərçə deməkdir. Yəni, bayaz da var, bəyaz, ağ mənasında da var. Səpki, şeir, üsul, biçim deməkdir demişdik. Səpki isə dəridə çıxan ləkə, sızanaq mənasında. Nigah nə isə işarələmək, nişanlamaq mənasında. Nikah isə artıq kəbin, nikahçı, belə yadını saxlayın, kəbin. Hərəkət, hərəkətə keçirsən, hərəkətdəki daxili qoşunlar, hərəkət o mənasında. Çox adam deyir ki, məsələn, Nəsir sözü var, axı Nəsir adlı insan var. Əgər bunu insan kontekstində düşünmüş olsaydıq, böyük hərflə yazardıq. Yenə də hər ehtimala qarşı səhvdir, çünki o N, əsi, R-dır. Mən onu dramaturgiya dili, nəsr dili, şeir dili olaraq qeyd eləmişəm. Nəsirdəki məlum məsələdir. Ona görə bu da Y variantıdır. Nəsi, R olmalıydı. 5-də yazılışı düzgündür olan kirpik sözüdür. Kirpi sözünü yadınızı saxlayın. Topraq deyil, torpaqdır. Layihədir, Y birinci gəlməlidir. Məşhurdur, Ş birinci gəlməlidir. Soy qırımıdır. Qınarın arasında bir dənə I artırılmalıydı. Ona görə cavabımız C variantıdır. 6-da hansı bənddəki sözün ilk samitini onun kar qarşılığı ilə əvəz etsək, yeni söz alınmaz deyir. Alınar demir, diqqətlə oxuyun. Burada zəiflə səif sözüdür. Çünki səif deyə söz yoxdur. 7-də sahit uzanması sözün mənasının dəyişməsinə səbəb olur. Konkret qaydada kitabda var. Nərə, əyan, bəzən bu kimi sözlərdə uzun sahitlə eləyəndə məna dəyişir. Biri var ki, nərə balığı, bir də deyirəm ki, o nərə çəkdi. Ona görə C variantıdır. 8-də incə qapalı dodaqlanmayan sahit uzun tələffüz olunsun. Bunu tapmağın bir metodikası var ki, birinci incə sahitləri yazırsan. E, ə, i, ö, ü, aralarından qapalılar seçirsən. Deyək ki, ü, ü, i, və dodaqlanmayan olanda da ki, ü-nün üstündən xət çəkirsən, i sahiti qalır. İ-nin uzun olduğu bir söz tapacaqsın da qəribə sözündə i sahiti uzun tələffüz olunur, B variantıdır. 9-cu sual demək olar ki, çox adam dəriyə yazıb, yəni düzgün düşünür səsində iki fərqli söz olaraq düşünür. Bir deyirəm ki, dəriyə getdim, yəni dərə mənasında. Bir də deyirəm ki, dəriyə çoxlu sızanaqlar çıxmışdı. Yəni, artıq bu iki cür düşünür, amma eyni kisəsidir. Dərə olanda da, dəri olanda da isim olur. Bizə lazımdır iki müxtəlif kisəsi olsun, iki eyni kisəsini soruşmur. Burada A variantıdır. Deyirəm, siz şagirdsiniz, isim mənasında, və deyirəm ki, şagirdsiniz otaq, sifət mənasında. Ona görə A variantıdır. 10-cu sualda məntiqdən tapmaq olardı ki, bu da gecə qaydasıdır. Hamısında samit gəlib, A variantında bir dənə sahit gəlib. Ona görə biz bilirdik ki, sahitdə gələndə heç bir dəyişiklik baş vermir. 11-ci sualda Q, X, G, K kimi tələffüz olunan sözləri soruş deyir. Birinci Q ilə olan qoruq sözüdür. Birinci Q-nı da nəzərə almalıyıq. Çox uşaq nəzərə almayıb. Sonra Q, X olacaq, qoruqdur. Uzaq olanda da Q-dan sonra sahit gəldiyinə görə Q, X-ya çevrilir. Üfüq sözündə də K olacaq. B variantıdır. 12-də
Qığı baş verməyən şəfəq sözdür, çünki alınma sözdür. Onun üstə səhv yazılmış söz ssenari sözüdür. 2 sı ilə yazılmalıdır. Diqqətli olun, sı enari olmalıdır. Sual, mətbuat, seans sözlər üçün ortaq xüsusiyyət yazılışın deyişi fərqlənməməsidir. Konkret qayda var idi. Sual, mətbuat, seans, qiraət, şücaət, bəraət, səadət, müəllim, müavin, okean və s. kimi sözlərdə heç bir dəyişiklik baş vermir. Qoşa sahibli söz yanlışı gəlsə belə. 15-də qanuna uyğunluq pozulub deyib. Baxın, dəyişən hərflər hər birinin qarşılığıdır. Ş-nın qarşılığı j-dır. Kül-gül sözlərində k-nın qarşılığı g-dır. Tərs-dərs sözünün t-nınki d-dır. K-nınki g-dır nikahla nigahda. Amma ş-la y arasında heç bir oxşar xüsusiyyət yoxdur axı, düzdür? Ona görə y variantıdır. 16-da yazılışın tərəfisi fərqlənməyən qoşa samitli sözlər. Güllər rəssam əvvəl konkret olaraq qaydadır. B, b, c, c, d, d, v, v, l, l, m, m, n, n, r, r və s. kimi sözlərdə heç bir dəyişiklik baş verməyəcək. Ona görə y variantıdır. 17-ni demək olar ki, hamı düzgün yazıb. Körpüyə, cücüyə, bölgəyə. Bir var ki, körpüyə, körpə mənasında. Bir də var körpü, sirat körpüsü və s. Cücüyə, cücə mənasında. Bir də cücü konkret olaraq həşarat. Bir də var bölgüyə əsasən, bir də var bölgəyə əsasən. Ona görə 1, 3, 5-dir. Bəstəkarla dövlətli sözlərinin hər ikisində bir dənə fərqli məqam var. Bəstəkarla t-dıya çevriləcək, dövlətli sözündə də ki, l-dıya çevriləcək. Ona görə cavabımız d variantıdır. 19-da səhv olmasının səbəb uzanmasıdır. Vitamin sözündə uzanma yoxdur. Ona görə A variantıdır. Deməli, 3 fərqli məqam olan zəhimli söz, zəhimlə sözündədir. H ilə bunun arasında bir i artırılır, lalə tək bilir ki, nanlər kimi tələffüz olunur. Ustalıqla yazan uşaqlarda 4 fərqli məqam var. T-dıya çevrilir, q-xıya çevrilir, lalə də nanlərə çevrilir. Ona görə orada 4 dənə fərqli. Ləzzətlə sözünün 2 fərqli məqam var. Stasionar sözünün 2 fərqli məqam var. Çünki i ilə onun arasında y artırılır, o da aya çevrilir. Sənətkarlıq sözünün 2 fərqli məqam var. L-rıya, q-da-xıya çevrilir. 21-ci sualda Azərbaycan sözünə hansı şəkildə artırıldıqda sözün ilk hərfi kiçik yazıla bilər? Azərbaycanca və Azərbaycanlı sözləridir. Çünki bunlar artıq bir hər hansısa bir xüsusiliyi bildirmir. Yəni çoxlu Azərbaycanlı var, çoxlu Azərbaycanca demək. Yəni Azərbaycanca konkretcə ki, türkcəni kiçik hərflə yazırıq, Azərbaycancanı da kiçik hərflə yazın. Şəkili kiçik hərflə yazılacaq. Çünki şəkil təkdir, amma şəkili çoxdur. Yəni bu onun xüsusiliyindən bir önəm daşımır axı, düzdür? Ona görə cavabımız 1, 2-dir. N, b gəlsin, n-dan sonra b gəlsin, amma fərq olmasın. Canbaşlı və əyinbaş sözləridir. Həmişə dediyim qaydadır. Canbaşla verilib c variantını götürə bilərsiniz. 23-də son samiti kar tələffüz olunur. Birinci tərəf. Burada 4 manatdakı d, t-dır. Palıd meşəsindəki d, t-dır. Yəni ona görə d variantıdır. Eyni səs müxtəlif hərflə ifadə olunsun. Diqqətli olun. Eyni səs deyir. Yəni müxtəlif səs demir. Burada müxtəlif hərfləri eyni səslər seçməliyik. Nöqsan və klub sözlərində q, k kimi tələffüz olunur. Klub sözündə onsa k kimi tələffüz olunur. Baxın, birində q-dır, birində k-dır, k kimi tələffüz olunur. Hərflər fərqlidir, düzdür. Ona görə cavabımız d variantı olacaq. Tərkibində yalnız uzun tələffüz edilə bilməyən sait səslər. Bilirsiniz ki, I və Ü saitləri uzun tələffüz edilə bilmir. Onun olduğu variantları tapmalıyıq. O da Y variantıdır. 26-da lalə nanlə kimi tələffüz olunmasın deyir. Burada hamı demək olar ki, düzgün yazıb təmizlə demirsən ki, bacından açarı alıb otaqları təmizlə demirsən. Ona görə D variantıdır. 27-də K hərfi xışdırıq kimi tələffüz olunan ələk, çiçəkli və ürək sözləridir. Bilirsiniz ki, söz sonuna K gələndə, o tək halda gələndə, əgər bu söz türkdür, kürkdür, bu kimi sözlər deyilsə, xışdırıq olur. Çiçəkli də K-dan sonra L gəlib, samit gəlib, yenə xışdırıq olur. Ürək sözündə isə yenə xışdırıq olur. Çünki tək halda gəlib B variantıdır. Deyir ki, yazılışı səhv verilmişdir, amma tələffüzü düzgündür. Qayın ana yazılır, qayınına deyilir. Ona görə yazılışı səhv verilib, tələffüzü düzgün verilən A variantıdır. Orfoqrafik cəhətdən səhv yazılmış söz burada tövsiyə sözüdür. Bir y ilə yazılmalıdır. Diqqətli olun. Səhv yazılmış söz orijinal olmalıdır. Original yazılıb. Diqqətli olun burada da.